Respublikada taxıl biçini davam edir. İyunun 15-də Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb. Nazir rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatı Fructus Agropark MMC-nin əkin sahələrinə baxış keçirib. Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib. Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın Arsenal, Victoria, Karolina, Bərəkətli və Əskiran, arpanın isə Ştorm və Nuranə sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyədək 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentiner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın arpa istehsal edilib. Nazir taxıl biçini aparılan sahəyə baxış keçirilib, kombayna idarə edərək biçim prosesinin gedişini yerində izləyib, texnikaların vəziyyəti ilə maraqlanıb. Sabah Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək. Bu, ölkəyə 7 vaqondan ibarət ümumi çəkisi 490 ton olan buğda tədarik olunacaq. Qatar saat 11:00-da Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətinə hərəkət edəcək.